SSRİ-də ilk dəfə pensiya təminatı 1924-cü ildə, mövcudluğunun 2-ci ilində tətbiq edilib. Özü də yalnız müəllimlərə və universitet professorlarına şamil edilib. 1928-ci ildə bəzi irəliləyişlər olub, lakin o zaman yalnız bir neçəsinin bəxti gətirib. Pensiyalar yalnız dağ mədən və toxuculuq sənayesində çalışanlar üçün tətbiq edilib. Dövlət belə işçilərə yaşa görə müavinət verib. İlkin Nəcəf yazır ki, Rusiya imperiyası tərəfindən təqaüd alanlar isə ümumiyyətlə proletariatın düşməni kimi təsnif edilib. Çar təqaüdləri inqilabdan dərhal sonra ləğv edilib. Beləliklə, pensiyaları ya müəssisələrdən sığorta haqları əsasında, ya da dövlətin qarşılıqlı yardımı əsasında əldə edilib. Yeni iqtisadi siyasət təkcə evsiz uşaqların izdihamı ilə deyil, həm də pensiyasıların kifayət qədər təhlükəli vəziyyəti ilə yadda qalıb. Yosif Stalin dövründə pensiya və sosial sığorta müavinətləri haqqında əsasnamə dərc edilib. 1932-ci ildə pensiya yaşı müəyyən edilib. Yeri gəlmişkən, o zaman orta ömrün uzunluğu 39 il olub. Bununla belə yenə ölkə əhalisinin əksəriyyəti pensiyasız qalıb. Kollektivləşmiş kəndlilərin pasportları olmayıb və əmək günləri kolxozlarda qeydə alınmayıb. Bu təbəqənin nə hərəkət azadlığı, nə də qocalıq müavinəti hüququ olmayıb. SSRİ-də əhalinin əksəriyyəti kolxozçu olduğundan pensiya ilə bağlı qəbul edilən qərarların heç biri onlara şamil edilməyib. Stalin 1953-cü ildə vəfat edəndən 3 il sonra, 1956-cı ildə Nikita Xruşovun dövründə dövlət pensiyalar haqqında SSRİ-nin qanunu qəbul edilib. Bu ölkədə pensiya sisteminin inkişafının növbəti mərhələsi olub. Qanunda kimin pensiya hüququ olduğu, onun neçə yaşdan ödənilməli olduğu, iş stajının necə olması, ailə başçısını itirdikdə nə edilməli olduğu aydın şəkildə izah edilib. Həmçinin əmək haqqının hansı hissəsinin pensiya fonduna göndərilməsi və pensiyaçılara nə qədər ödənilməli olduğu da müəyyən edilib. Bu universal pensiya sisteminə doğru sondan əvvəlki addım olub və yaşa görə ödənişlərin hesablanması proseduru aydın və təfərrüatlı qeyd edilib. Lakin hətta SSRİ-nin dövlət pensiyalar haqqında qanunu da Sovet vətəndaşlarının mühüm bir hissəsini, kolxozçuları diskriminasiya edib. Əhalinin bu kateqoriyası üçün pensiyalar haqqında yalnız 60-cı illərdə düşünüblər. 1964-cü ildə kolxoz üzvlərinə pensiya və müavinətlər haqqında qanun qəbul edilib. Lakin bu dəfə vəsait az olub və yaş sezdi dəyişib. Yeri gəlmişkən, Stalin dövründə SSRİ-də pensiya yaşı 1932-ci ildə müəyyən edilib. Kişilər üçün 60, qadınlar üçün 55 yaş. 1932-ci ildə SSRİ-də orta ömür uzunluğu 39 il hesab edilsə də, pul məsələsinə görə 1956-cı ildə vəziyyət dəyişib. SSRİ-nin dövlət pensiyalar haqqında qanunu təhlükəli istehsalatlarda və ya mədənlərdə işləyən insanlara güzəşt edilib. Kişilər 50, qadınlar 45 yaşında pensiya çıxa biliblər. İş zərərli yox, sadəcə çətin hesab edildiyi halda kişilər 55, qadınlar 50 yaşında pensiya çıxıb. Yaşlılığa görə minimum pensiya 50 rubl olub. Halbuki dolanışıq üçün bu yetərli olmayıb. Odur ki, ailədə 2 valideynin işləməsi mütləq olub. İşləyən pensiyası müəyyən məbləğdən artıq ümumi gəlir ola bilməyib. Sovet pensiya ödənişi sisteminin özəlliyi ondan ibarət olub ki, mərkəzləşdirilmiş vahid pensiya fondu mövcud olmayıb. Müəssisələr büdcəyə sığorta haqları ödəyib. Pensiyalar bu vəsaitlərdən ödənilib. SSRİ-nin mövcud olduğu bütün dövr ərzində orta pensiya müavinəti əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Bunun səbəbi təkcə inflyasiya deyil, həm də Sovet vətəndaşları arasında həyat şəraitini yaxşılaşdırmaq istəyi dayanıb. Bunlara baxmayaraq SSRİ-də pensiya artım ləng gedib. Əgər 1970-ci illərin əvvəllərində orta pensiya cəmi 34 rubl idisə, 1986-cı ilə qədər bu məbləğ 76 rubla yüksəlib. Təbii ki, bu vəzifəli şəxslərə və onlara yaxın insanlara şamil edilməyib. 1950 və 1960-cı illərdə xüsusi görkəmli şəxslər, partiya üzvləri, sənətçilər, qəhrəmanlar və kommunizmin digər qurucuları ayda 200 rubl olan əhəmiyyətli fərdi pensiya ala biliblər.